Hər vaxtınız xeyir. Bəli, hazırda yaxın şərqdə gərginlik artmaqda davam edir və regionda baş verən son hadisələr Rusiya tərəfindən də yaxından izlənilir. Kremlin sözcüsü Dmitri Peskovun ən son açıqlamasına görə Rusiya prezidenti Vladimir Putin bugün İran ətrafındakı vəziyyətlə bağlı beynəlxalq telefon danışığı aparacaqdır və Moskva həm İran rəhbərliyi, həm də Fars körfəzi ölkələri ilə daim təmasda olduğunu bildirir. Peskov qeyd edib ki, Rusiya Birləşmiş Ştatlar ilə İran arasında aparılmış danışıqların nəticələrini də təhlil edir və bundan müvafiq nəticələr çıxarır. Kreml həmçinin İran və Birləşmiş Ştatlar arasında müəyyən irəliləyiş əldə olunmasına baxmayaraq vəziyyətin hərbi qarşıdurma mərhələsinə keçməsindən də təəssüf etdiyini bəyan edibdir. Rəsmi Moskvanın mövqeyinə görə diplomatik prosesin hərbi eskalasiya ilə əvəz olunması region üçün ciddi risklər yaradır. Viyanada beynəlxalq təşkilatlar yanında Rusiyanın daimi nümayəndəsi isə daha sərt bəyanatla çıxış edibdir və o bildirib ki, Rusiya, İsrail və Birləşmiş Ştatlar tərəfindən İrana qarşı həyata keçirilən silahlı əməliyyatı qətiyyətlə və birmənalı şəkildə pisləyir və o vurğulayıb ki, İranda baş verən hadisələr Beynəlxalq Atom Enerjisi Agentliyinin, yəni MAGATE-nin mandatı ilə birbaşa bağlıdır və təcili reaksiya tələb edir. Və onun sözlərinə görə heç bir halda nüvə obyektləri zərbələrin hədəfinə çevrilməməlidir. Turizm sahəsində isə vəziyyət mürəkkəb olaraq qalır. Rusiya Turoperatorlar Assosiasiyasının məlumatına görə yaxın şərqdə yaranmış böhran səbəbindən bölgədə ilişib qalan turistlərin böyük əksəriyyəti artıq yerləşdirilibdir. Bununla belə maliyyə itkiləri kifayət qədər böyükdür və Rusiya Turizm Sənayesi İttifaqının hesablamalarına əsasən yaxın şərqdəki kollaps turoperatorlarının gündə azı 1,5 milyon dollar zərər vurur və Rusiyalı ekspertlərin fikrincə, əgər hərbi eskalasiya davam edərsə, bu təkcə regional təhlükəsizliyə deyil, həm də enerji bazarlarına, beynəlxalq nəqliyyat marşrutlarına və turizm sektoruna ciddi təsir göstərməkdə davam edəcəkdir.